Belə deyək, spontan əhali düşdü küçələrə. Turistdə olduğu kimi, Misirdə olduğu kimi, Əl-Kərimli bir lider olaraq, bir partiya sədri olaraq o prosesin qabağına çıxa biləcəkmi? O yükü daşıya biləcəkmi? Bilirsiniz, özünüz o əzimkarlığı görürsünüzmü? Sağ olun Natiq bəy, mən bu suala görə, bu çox aktual sualdır. Mən belə hesab edirəm ki, bütün təzyiqlərə baxmayaraq, açıq biz elə xalq cəbhəsinin strukturunu ona görə qoruyub saxlamışıq ki, bu bizim yaman gündə, millətimiz xaosa gedəndə bir sabitləşdirici güc olsun. Fikir verin. Hökumət şuurlu şəkildə bütün strukturları dağıdır. Bütün strukturların dağıdır hamısını hökumət və belə bir vəziyyətdə yeganə xalq cəbhəsi özünün gücünü, potensialını, strukturunu qoruyub saxlayıb, məhz o vəziyyətdə xaosun qarşısını almaqdan ötürü. Amma açığı vəziyyət o qədər çətinləşə bilər ki, mən bunu etiraf edəməliyəm. Xalq cəbhəsinin o, belə deyək, bir 10 minə qədər ki, fəallık meydanlara çıxa bilər həlledici məqamda, o da kifayət eləməz prosesi idarə eləmək üçün. Çünki yüz minlərlə acılanmış insan meydanlara çıxar və doğrudan da bir xaos başlanır. Ona görə biz hökumətə ısrarla deyirik. Nə deyirik? Deyirik ki, birincisi bu insanları bu qədər sınağa çəkmə, bu qədər bunların heysiyyətinə toxunma, bu qədər bunlar çörəklə imtihana çəkmə. İkincisi, strukturlaşmış müxalifəti əzmə. Onsuzsa bu hökumətin taleyini bu strukturlaşmış müxalifət həll eləməyəcək, çox xalq həll edəcək. Amma bir var ki, strukturlaşmış müxalifət olsun o xalqın önündə və keçid yumuşaq olsun, onların da taleyi nisbətən yumuşaq olsun. Bir də var ki, heç müxalifət də bacarmasın o yüz minlərin qarşısını almaq, onların nizam verməyə. Qarşısını almaq deyəndə ona prosesə nizam verməkdən söhbət edir ki, hüquq çərçivəsi keçməsin, zorakılıq olmasın, dinc olsun bu proseslər. Bizim də gücümüz çatmasa nə edəcəklər? Görmürlər göz çıxan qardaşlarının taleyini, görmürlər ki, qəzəblənmiş xalqın qarşısında heç bir qüvvə duruş gətirə bilmir.